Az bu arvad elə bax nə yaman hekkəli sinirli durur bax hamur qayırır. Bu sənin dədən atan ölsün. O hamuru niyə elə ataşa qoydu? Az bu ellərini də suladı getdi. Hamuru gözəlcə yaydırdı. Bu eşikdən topladığı qılı qırçını bu. Belə zulüm mu olarız? Hamura hayıf. Onu da getdi hamurun üstündə yandırdı ataşını. Ah, bu da arvattı. Ondan sonra suya marulu soxdu, çıxartdı, desinlər ki, indi yıxadı. Az beləsinin şansı daha çox olur. Vallahi bax. Ha, oradan aldığı kirli tavaya da yıxadığı, doğradığı marulları qoydu gözəlcə. Az bunu kimə yapır? Özü yeyəcək deyəsən. Çox sevir bu. Gözəl maharatları 1 kiloya yaxında sivri biber, pul biber belə qatdı, qarışdırdı. Əzdiyi biberləri də qoydu gözəl. Ah, qulluğun dədən evində qalaydı. Kirli su ilə harcı qarışdırdı. Allah, Allah. Ondan sonra yazıq hamuru çıxartdı. Az bunu yesə ölər bundan. Nasıl yeyəcək bunu? Allah, həsbətullah, dur hələ. Onu tək-tək ayıqlayır, heç də üşənmir. Gözəl, bax nə gözəl. Pa, hələ peşkirinin kirinə bax az. Hər arvadın hünəridir mi? Bax, qafqara, bax. O gözəl harcı da ehmeyin arasına qoydu. Vay, 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 hələ bax, sivri biberi o kirli suda yıxadı qoydu. Amma ölməz. İçinə yaxlaşıq 1 kilo pul biberi qoydu ya, acız. Vay anan ölsün, ərinə səyəb, bax özü yeyir mi? Bax, bax, adama deyir ye, ye, qadan qalım ye. Ye 5 dəqiqə sonra çəkmədi.